Salam değerli izleyiciler. Her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumi Azerbaycanımızı hürmətli yaşayan kardeşleri salamlayıram. Bugün ayın 6'sı iyul 2026. Bərdə Qoyun Bazarı. Çəkilişimizə başlamışız. İnşallah xeyirlisi Allah'ım. Bizden çekip göstermek, gerisi sizlerin boyunda. Onu seç. Erkek. Bunlar da keçiler. Çarpışan qiyməti var. Ay sana buna ne çarpışıyor? Qaqaya çarpışıyor, çarpışıyor. Şamil bunların kıymeti 280 min var. 280 milyon. Hə, iyi bağlardakı kəsməli var. Bunun en sütlüsü ne kadardı? Hamısı südlüdür. Ne kadar sütü var? Ha? Ne kadar sütü var? En çok olan ne kadar sütü var? 2 litr. Gösterebilirsen. Ha, sen oldun mu sanki? Aynılar şeyler məndə olur. Ben özüm saxlayıram sana. Onun ne kadar sütü var? O bu vəziyyətdə iri bal aldı, litr yarım, körpəliyində 2 litr. Ekizli tek. 8 bal ilə, deyə bağlarda hamı kəsməli. Balalar da kesmeli. Bunların bir bir şey oldu ki, bir tane ağaç koymuyorlar, meyif verirler. Bunları dağdan ötən Allah yaradı. Hara geldi dırmaşıq. Kimsə işlətməlidir. Bizden çəkmək, sizden bakmaq, like vermək sizlik. Xeyirlisi Allah'ım. Hoşlar bu. Ne var ne yok? Sizin var bunlar güzel çıkıyor. Değil onların, değil kefkalı var, değil. Ha. Güzel şu pazarın olsun. Neçeylendi bunların kıymeti? Kıymeti. Qapandan 9 madəlli qəpik bir də 1000 var. Kapanla 950 belə də 1000 manat. Qapıdan gələndə sağ yoxdur, qara. Ay maşallah. Ne güzel bu. Kapanla 950. Belə 1000 manat. Otuzlarda söhbət yoxdur.
Değerli mesela 100 manat. Hoşlar. Neçəyinəndir bunların qiyməti? Ahır dana kardeş. 4'de var, 3'te de var, 3.70'e var. 4'də, 3.80-də, 3.70-ə. Tapanlar neçədir? 9 manat. Ümumiyyətlə bazarda alıcılıq nətədir? Çok güzel. Kimin? Ha o konu. Onu saklayın. Yaşasın. Peki sən nə çəkin? Ha? Hayır. Niyə borcun var? Ha, yapayım. Tarla. Yox. Tarla kadar. Xeyirli olsun. Sağ ol kardeş. Allah seni. Bazar olsun. Neçəyləndir bunlar belə? Bunlar 225 lira. 225 ilə. Nə qədər erkək, nə qədər dişi? 50'si erkek. 20'si dişi. 70 tane kuzu. 70 dənə quzudur. Maşallah olsun, qəşəng quzulardır. 50'si erkək, 20'si dişi. Qiyməti də 225 manat. 225 lira. 50'si erkek, 20'si dişi. Mən sana bir sual verim. İndi bazarla qapıya kimsə gəlsə fərq qoysan qiymətdə. Ağır da. Nə qədər bir heyvanda qiymətində fərq qoysan. 10 manat. Evet. Birində elə bir 220 5'e kapıda verir, 2 yazsa verir. Bir al 6 yazsa verir. Çok isteyen kadar yoksa erkek çeçek 71 57. bəli. Ulan hadi bu kadar bulsun. 215'nin qapı var. Ne oldu ha? 36 65 36 65 75 kuzu. Bu balalar neçədir? Bana 750. Bunlar nədir bak? İkisi de birinci kanun. Yox o birlər. Hazırlar. Kom. Onlar boşladılar hamısı. Qoşladılar. Birinci qarın yoxsa? Tam soğudu. Neçə deyirsiniz onu? Şama 550 idi. 550. Neçə baş heyvandır burada? Bu harasa 30 bak. Var yoxsa belə budur? Ha? Elə budur qağa, elə budur. Hamısı birədir. Hamısı indi ya, hamısı. Hamısı birinci qarın. Oça indi durublar. $550 ilə. Neçə başda? 33. Deməli 40-45. Bax bu ikisinin hamısı birinci qarın çiçəklərdir. Qiyməti də 550 ilə. Yəqin ki bazarla qapıda bir fərq qoyacaq qiymətdə. Hər halda. Allah xeyirli bazar versin. Bugünkü çəkilişimizi elə burada da yekunlaşdırırıq. Allah xeyirli bazar versin. YouTube kanallarımıza abunə olub like verməyi də unutmayın, gözəl qardaşlar. İnşallah Gəncə bazarında bu həftə yer çəkəcəyik, baxarsınız. Xeyirli bazar olsun. Allah alana da, satana da xeyir versin. Bugünlük Bərdə bazarından bu qədər. Videomuzu elə burada da yekunlaşdırdıq. Allah sizləri qorusun.